Ritmik hərəkətlərinizin ortasında sizi narahat etdiyim üçün üzr istəyirəm. Burada nə baş verir? Tutduğun o qılınc nədir? Şənliyiniz çox şiddətli deyilmi? Və ya bəlkə siz Qəzzanın cinayətlərini qınayırsınız? Bugün biz elə bir dünyada yaşayırıq ki, bəzi insanlar humanitar dostlarının iddialarının əksinə olaraq məzlum Fələstin xalqına dəstəyi dayandırır. Kimsə virtual dəstək versə, onun səhifəsi bloklanacaq. Amma ağıllı müsəlman nə edəcəyini bilir. Allaha təvəkkül etməklə düşmənin ona zərər verməməsi üçün özünü gücləndirir. Quran biz müsəlmanlara dünyada zülm və zülmlə mübarizənin yolunu Maidə surəsi 2-ci ayəsi şəklində göstərmişdir. Biz bir-birimizlə bir olmalıyıq. وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَى وَلَا تَعَاوَنُوا عَلَى الْإِثْمِ وَالْعُدْوَانِ Bütün xeyir işlərdə və təqvada bir-birinizə kömək edin və günah və həddi aşmaqda bir-birinizlə köməkləşməyin. Ay dostum, sanki ayənin mənasını başa düşməmsən. Niyə özünkünə vurursan? Bu tərəfə vurmalısan. Quran oxumursan? Qurana az da olsa əməl etmək pis deyil. Bu cür insanlar düşmənin illərlə zülm və təcavüzünə son qoymur. Hətta Quranın tam əksinə olaraq düşmənlə sülh müqaviləsi bağlayırlar. Sən müsəlmansan, düşmənlə barışmamalısan. Heç olmasa bu ağır sənədi əlində düz saxla. İlahi, dostum gördün, bunlar heç bir imzaya sadiq deyirlər.